Məncə bu videoya mütləq sona kimi baxın. Sevinç, sana atan bu dəfə gələcək. Hə, əlbəttə gələcək. Nə vaxt gəlməyib? Nə vaxt gəlib ki? Heç vaxt. Yalan danışma, sən görməmisən. Sən hər yercəksən, heç kim gəlmir. Keçən il gəlirdi də. Niyə gəlmədi? Yolda işi çıxmışdı. Bəs o bir? O bir ildə dişi ağrıyırdı. Mən dedim get həkimə, gəlmə. Mən bayaq gördüm. Hamı evə zəng eləyəndə sən zəng eləmirdin. Ay sağ ol, gördüm bizə yalan danışır. Hə? Yaxşı. Alo, ata, mənəm. Sevinç. Mən də sənin üçün darıxmışam. Ata, sabah gələrsən də məni aparmağa. Yo, ata, heç nə alma. Hər şeyim var. Mən də səni öpürəm. Oldu, sabah görüşərik. Gördünüz? Aygün xanım, dünən bu sizin internatdan 102-yə zəng olunub. 102-yə? Bəli. Kim zəng eləyib? Nə deyib ki? Mən də bilmirəm, onu maraqlanmağa gəlmişəm. Nəsə olub burada? Adın deyib? Balaca qız uşağıdır. Adı da Sevinç. Sevinç? Bəli. Aa, bildim. Sevinç bizim o balaca qızımızdır. Nazməm, gəlin mən sizə danışacağım hər şeyi. Gördün gəlmədi. Deyəndə gəlmir, spor edirsən. Yalancı. 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 Sevinç, Yalancı. qızım hardasan sən bayaqdan? Ota səni axtarır axı, gəl.